Hörmətli izləyicilərimiz. Bir dənə elə bir ki, cənnət kimi yerə gəlmişəm. Sarayın üzü arasında, mərkəzində bu Gəncə təndiri olan küçə var ha. Ana yola 100 metr məsafədə. Sarayın köhnə küçələri var, paket kupçalı olan küçələr. 10 sotun içində, bir sotda artıq var. 11 sotun içində 4 otaqlı, super, şəxsi tikili ev tapmışam sizə. Keçək. Burada bir dənə ağaclar var maşallah, fındığından tutmuş. Meşə kimidir də hörmətli izləyicilərimiz həyəti. Elə çox səliqəlidir. Mənim çox xoşuma gəldi. Bax, buradan gözəldir. Köhnə həyətlərdə bilirsiniz də belə taxtadan olur hasar. Superdir, super. Qiymət də əladır. Bilən bilir ki, burada torpağın qiymətinə ev verirlər. Burada sarayın mərkəzində torpaq yox. Elə adamlar var ki, alır, deyir mən alıram, bir dənə də oğluma burada qıraq ev tikəcəm. Bir dənə yox, 3 dənə yurt salın bura maşallah. Super, ağaclar da bir şeyin qaydasında, pulun ağacı, bir də çetin ağacıdır. Cənnət deyər hörmətli izləyicilərimiz, gəlin baxın. Burada bar verən ağacları. Bax, qonşuyla arasında setkadır, fikir verirsinizsə, hasarda çəkilməyib. Setkadır, burada hava da işləyir. Burada hörmətli izləyicilərimiz, gəlin keçək. Bax, burada quşların səslərini işləyirsiniz, cəhcəh olur. Cənnət kimi deyir maşallah burada. Buradan bar verən ağaclar, uşaqlar bayırda oynayır. Orada bir dənə tut ağacı var, prosto qonşudadır. Orada araziyə keçə bilmirəm, teritoriya bağlıdır. Gəlin keçək. Burada bar verən maşallah ağacı, sarayın mərkəzi göz torpaq münbit olur, alma ağacı var. Cənnət kimi həyətdir maşallah. Çox böyük bir dənə həyət var. Evimiz də şəxsi tikili özdə bir harsı bir 20-25 il ev görməkdə izləyicilərimiz. Bax, burada peypa ağacı. Bir dənə əncili var, qardaş ya, burada əncilin yığışdırmaq olmur. İndi deyirlər ağac təqdim edirsiniz. Da həyət evində nə təqdim edirlər? Ağac. Ağacın bəlkə bir 30-40 yaşı var, hörmətli izləyicilərimiz. Bir əncil maşallah bir dənə olur bunun üstündə, daha yığışdırmaq olur. Orada da bir dənə əncil ağacı var. Gəlin keçək. Həyət evində nasıl olar? Qeyd edirəm, sarayın mərkəzi olduğuna görə, burada torpaq baxın, bax. Evimizi görürsünüz nə gözəldir, şəxsi tikili evdir. Tam belə bir şey axtıranlar var ha. Özdə ki, 175.000 manata təklif olunur. 175.000 manata 11 sotun içində, yəni 10 sotda sənətdədir, bu 10 sot deyirlər. 10 sotun içində 4 otaq, paket kupça, ipotekiya tam yararlı. İpotekiya tam yararlı. Burada belə gözəl, böyük bir əriyə ağacı var. Sarı-sarı üstündə əriklər olur. Bax. Yarpızı, nanəsi. Atırsan çayın içine, itirsən. Özünə çayın içine, samavar çayın içine. Sən bilirsən burayı, özürsün. Əsl həyət evi. Burada toppuşu da var. Bax, burada bir əl damısı, qızıl gülləri. Hörmətli izləyicilərimiz, bu mənim çox xoşuma gəldi. Bu qızıl gül, burada tırmaşdırırlar, yeniyirlər. Haradasın? O, kamera çəkdirdik. Belə bir şeylərin bir qoxusu gəlir, hörmətli izləyicilərimiz. Bax, evimiz gözəl. Həyətimiz geniş, 4 otaqlı evdir. Keçək indi evlə tanış olaq. Yəni, evin təmirinə də söz ola bilməz. Yəni, paket kupçalı ipotekaya yararlıdır. 4 otaq. 10 sotun içində, 4 otaq 10 sotun içində 175 minə sarayda ev yoxdur. Sizə %100 əmin edirəm. Bir nömrəli məktəbə 100 metr məsafədə yerləşir. Evimizin üstünlükləri say bitmir. Bir dənə bax burada böyük bir dənə zalı var. Hardasa bir 32 kvadrat. 4'ün 8'ədir. Baxın, hündürlüyü zadı. Evin də kürsüsü 5 daşdan, onu da qeyd edeyim. 2 daşlar padvalın altındadır. Bir dənə yataq otağı buradadır. Baxa bilərik. Qəşəng, hörmətli izləyicilərimiz. O təmirinə baxıram. Qəşəng bağasına pul qoyurlar. Üstündə tavan işləmələri əla qaydasındadır. Özü 10 sotda 175 minə ev yoxdur sarayda, hörmətli izləyicilərimiz. Məktəbin yanıdır bura. Məktəbin yanında torpaq 12 min, 13 min, 15 min. Bahadır qiyməti. Bir dənə yataq otağı buradadır, baxa bilərik. Super bax. Təmiz, səliqəli, laminat, bahalı laminat. Evin tavan hündürlükləri zaten hər bir şey qaydasındadır. Real olduğunu qiymətlərə danışılacaq. Bir dənə də sanuzel buradadır, baxa bilərik. Sanuzel dedim,
yataq otağı, hörmətli izləyicilərimiz. İçərisində bir dənə sanuzel var, qardaşlar bir qeyd edeyim. Ən böyük yataq otaqlarından biridir. Fikir verirsiniz. Gəlin. Burada. Bir dənə də hörmətli izləyicilərimiz. Yataq otağında sanuzeli var. Yəni görürsünüz də, yəni hər bir şey qaydasındadır. Bu evimiz, keçək mətbəxi ilə də tanış olaq. Hələ evi elə bitirmək olmur, maşallah çox böyükdür. Bax, keçək mətbəxi. Bahalı bir mətbəxi var. Bahalı bir mətbəxi var. Yəni deyərdim ki, hörmətli izləyicilərimiz, 10 sotun içində bu cür bax, mərmər, mebeli, kuxnası, hər bir şərait olan ev yoxdur. Bir də burada ütü otağı var. Burada ütü otağı var. Baxın, ütü otağı, paltarlar burada ütülənir, hər bir şey qaydasına qoyulur. Burada televizor da var. Yəni yemək zadı qardaşlar, biz çox vaxt belə burada girik, zal təmiz qalır. Çox bəyəndim, hörmətli izləyicilərimiz. Burada panel radiatoru. Hörmətli izləyicilərimiz. Camaşırxanasına qədər var. Nə istəyirsiniz? Villadan nə bunun artıq şeyi var. Burada dəmir töküm kombisi, bitimi nüqtəsi ayrıca. Bax, burada da ayrıca sanuzellər var. Bir dənə sanuzel burada, çöl sanuzeli gedir. Tamamdır da, yəni alt demir. Ayaq olsu da burada. Orada da qapı var, Qarajı var. Hörmətli izləyicilərimiz, qarajı da var. Deməli, ümumi 175 min manata deyilir, 10 sotun içindədir. Buyurun, zəng edin.